Ən fundamental irrasional inanc belədir, Ellisə görə. Ən fundamental, köklü irrasional inanc bunlardır. Birincisi, insanın özünə qarşı olan tələbkarlığı. Mən mütləq uğur qazanmalıyam. Mən mütləq ən yaxşı olmalıyam. Mən mütləq təriflənməliyəm. Mən mütləq el olmalıyam. Mən mütləq belə olmalıyam. Bu mütləqiyyətçi tələb, insanın özünə qarşı olan tələbi onda müxtəlif psixoloji pozğunluqların yaranmasına gətirib çıxarır. Özünə nifrət, depressiya, özünü günahlandırma, ümumiyyətlə insanın bütün psixoloji hallarının səbəbi var. İnsan boş yerə narahat olmur. İnsan səbəbsiz yerə qəmginlənmir. İnsan səbəbsiz yerə depressiyaya düşmür. Düzdür, biz çox zaman bu psixoloji hallarımızı nələrdə və kimlərdəsə axtarmağa çalışırıq. Adətən ümumi olaraq insanlar elə düşünürlər ki, mənim halımın bu cür olmasına səbəbkar hökmən kimsə və ya nəsədir. Amma bilmir ki, insanın hər hansı bir psixoloji durumunun, emosional vəziyyətinin kökündə insanın zehniyyəti durur, insanın inancı durur. Yəni əslində bizim davranışlarımız, bizim reaksiyalarımız, bizim ruhani vəziyyətimiz və halımız bizim zehniyyətimizdən asılıdır. Yəni biz buradan idarə olunuruq. İndi həmən bütün bu irrasional inancların kökündə də mütləqiyyətçilik fikri dayanır. Mütləq, özümə qarşı olan mütləq bir tələb. Mən mütləq belə bir tərzdə olmalıyam. Mən mütləq belə bir formada olmalıyam. Mən mütləq bu işi görməliyəm. Mütləq mükəmməl olmalıyam. Heç vaxt səhv etməməliyəm. Uğursuz olsam tamamilə dəyərsiz olacam. Bu cür düşüncələr insanın həmin sadaladığımız psixoloji problemlərinin yaranmasına səbəb olur.